Buyurur ki, namaz və səbirdən kömək istəyin. Namaz və səbirdən kömək istəyin. Həqiqətən namaz təqvalılardan başqaları üçün ağır bir əməldir. Çətin bir əməldir. İnsanın necə bədəninin qidası var, cisminin qidası var. Yeməsə gücdən düşər, zəifləyər. Ruhun da qidası var. Bunu hamı bilir. Ruha da gərək qida verəsən, güclü olsun. Verməsən, zəifləyir, ölür. Gücü çatmır heç nəyə. Ruhun əhəmiyyəti çox böyükdür. Ruhun qidası neçə şeydirsə, deyərəm ki, ən çox ruha qüvvət verən qida, hamınız bilirsiniz ki, namazdır. Namaz ruhun qidasıdır, ruhun yeməyidir. Ruh enerji alır namazdan. Namaz güc verir ruha. Namaz nə qədər keyfiyyətlidirsə, necə deyirlər, yeməklərinizi keyfiyyətli yeməklər yiyin ki, sağlam olasınız. Sağlamlığın birinci şərtlərindən biri də, önəmli şərtlərindən biri qidanın keyfiyyətidir. Ruhun qidası da namazdırsa, namazın keyfiyyəti ruhun sağlamlığının şərtidir. Namaz xarab namaz olsa, o xəstələndirər dayda ruhu. Gərək keyfiyyətli olsun. İnsan sıxıntılara düşür, imtihan dünyasında yaşayırıq. Çətinliklərlə qarşılaşırıq. Hamımız ölənəcən də davam eləyəcək. Bir an çətinlikdən amanda qalmayacaq. Hərdən nəfəs alacaq, yenə çətinlik. Biraz nəfəsimizi dərəcək, yenə çətinlik. Biri qutardısa elə bilmə daha qutardı. Növbətisi gələcək. Kef eləyən vaxtda demə ki, bu davam eləyəcək. Gözdə bir dənə çətinlik gələcək. Bu dəqiqdir. Bunu mən desəm də, deməsəm də belədir. Bu sınaqlar, imtihanlar, çətinliklər müqabilində insan necə möhkəm dayansın? Necə güc tapa bilsin? Allah buyurur, səbir və namazdan kömək istəyin. Səbir haldır, namaz əməl. Səbir daxili bir haldır, namaz kənardan yardımdır. Namazdan kömək alın. 2 dənə sütun qoyub bizə ki, çətinliklərdə qələbə çalmaq üçün namazdan yapışın. Güc verir namaz, dözümü artırır və problemləri kiçildir insanın gözündə. Namazın gücü budur. Peyğəmbər buyurur, Kanəl ənbiya yəfzəunə izə fəzəu iləs-səlah. Buyurur, kanə ilə başlayır. Kanə yəni həmişə, davamlı olan şeyə istimrar deyirlər ərəb dilində. Bir şey davamlı olanda ona kanə deyirlər. Yəni Peyğəmbərlər həmişə, bütün Peyğəmbərlər həmişə çətinliklər zamanı namaza pənah aparıblar, namaza sığınıblar. Namazdan kömək alıblar. İmamların hamısı, Peyğəmbərlər hasan çətin işə düşdülər, o saat namaza pənah aparıblar. Bu ayəyə əməl eləyiblər. Vəstəinu bis-sabri vəs-salah. Namazdan kömək alın. İmam Sadiq Məsmə adlı səhabəsinə deyir ki, ey Məsmə, bir dünya qəmi sizə üz gətirəndə, bir qəmə düşəndə, qüssəyə düşəndə sizə nə mane olur ki? Nə mane olur ki? Dəstəmaz alasınız, 2 rükət namaz qılıb Allahdan çətinliyinizin həllini istəyəsiniz. Bu da çətindir. Dəstəmaz al, namaz qıl, hacət namazı. Qunutunda, öz dilində də olsa çətinliyin həllini istə Allahdan. Evlənmək istəyirsən, deyir, namaz qıl. Borcun var, namaz qıl. Xəstəliyin var, namaz qıl. Namaz qıl, hacət namazı, qunutunda dua elə. İmam Sadiq əleyhissalam buyurur ki, sizi bundan nə çəkindirir ki, durub bu işi görəsiniz? Allah'a sığınasınız, Allah'tan istəyəsiniz. Xüsusən İmam Zaman namazı var ki, o kitablarda var, toxunmaq istəmirəm. Ən çətin vaxtınızda İmam Zaman namazını qılın. Qunutunda da Azərbaycanca da dua eləyə bilərsiniz. İcazə verirlər müştəhidlərimiz ki, qunutda insan öz dilində dua eləsin.